Deməli, İlqar bəylə bizim tanışdığımız, səhv eləmirəmsə, sosial şəbəkələr üzərindən bir 10 ilə yaxındır. Amma əyani tanışdığımız və belə real həyatda görüşlərimiz bir artıq 4 ili keçib. İlqar bəy mən belə xarakterizə edirəm də, İlqar kamil, təxəllüsündəki həqiqəti doğrultmağa çalışan adam. Mən ona işıqlı adam deyirəm. Niyə işıqlı adam? Baxın, İlqar bəy dediyim kimi sosial şəbəkələr üzərindən ilk yazıları ilə tanımışam, düşüncələri ilə tanımışam. Mənim özüm də yazıya, düşüncəyə biraz marağım olduğu üçün mən insanları onların yazılarına, düşüncələrinə görə analiz edib məna yükləyirəm onlara. İlqar abinin yazıları sanki diridir. Personajları da belə sanki diridir. Onları hiss edə bilirsən, duya bilirsən. Bilmirəm bunun səbəbi nədir. Amma onun yazıları, onun pričaları, onun paylaşdıqları essilər adama cana yaxındır. Özününkidir, doğmadır. Doğmalıq var o yazılarda da. Quru deyil, sanki diridirlər, canlıdırlar. Mən elə bunu onunla qiymətləndirirəm ki, bu məsələni İlqar işıqlı adamdır. İşıqlı adam mənə görə o adamdır ki, onunla əyləşəndə, onunla danışanda özünü rahat hiss edəsən. Onun yanında özünün əmniyyətdə olduğunu duyasan, sezəsən. Həyatımın böyük hissəsini İlqar Kamili tanımadan keçirtmişəm. Təxminən bir 10 il olar artıq mən onu tanıyıram və çox maraqlıdır ki, az-az görüşsək də özümə dost hesab edirəm. İlqar Kamil doğrudan da kamil insandır. Deyəcəksiniz, mən şişirdirəm. Amma mənim nəzərimdə kamil insan pisləri də sevməyi bacaran insandır. Hər şeydən çox sevgi var. Ona gəlib cinayəti də etiraf eləmək olar. Ondan gəlib kömək istəmək olar. Ən mübhəm sirləri də ona aça bilərsən. Yəni etibarlı insandır. Və belə bir insanın yazıcı və yaxud psixoloq olmaması doğrudan da təəccüblü ola bilərdi. İlqar bəy kimi ziyalı insanların cəmiyyətimizdə faydası həqiqətən çoxdur. Mən deyərdim, hətta cəmiyyətimiz üçün bir oksigen rolunu oynayır. Bugünkü dövrdə mənəmçiliyin, egoizmin təbliğ olunduğu bir dövrdə insanları ali insani keyfiyyətlərə dəvət edən və insanlarda fədakarlıq, iman, əqidə, əxlaq kimi müsbət keyfiyyətləri aşılayan, insanları gözəl insan olmağa, yaxşı insan olmağa, böyük olmağa sövq edən bu cür İlqar bəy kimi şəxsiyyət mütləq məncə layiqincə qədri bilinməlidir. Bizdə adətən insanlar vəfat edəndən sonra qədri bilinir, amma İlqar bəyin istəyərdim ki, həmişə cəmiyyətimiz tərəfindən qədri bilinsin. Bugün bir gözəl gündür. İlqar Kamil adlı bir imzanın 45 yaşıdır. Bizim dostumuzun, əziz qardaşımızın. İlqar Kamil öz dəsti xətti ilə, öz imzası ilə tanınır. Şükür Allaha ki, cəmiyyətimiz bu imzanı tanıyır və dəyərləndirir. Xoşum gəlir bəzi insanları Allahın kəlamları ilə dəyərləndirim. Əlbəttə ki, bu kəlamların həqiqi nümunələri var, bundan işimiz yoxdur. Amma bu nümunələrdən biri də İlqar Kamilə aid olsa, heç də yanılmarıq. Quran-ı Kərimin bir ayəsi var. İbrahim surəsinin 24-cü ayədə Allah Müteal buyurur ki, pak ağac pak ağaca bənzəyir. Pak kəlmə, ümumiyyətlə kəlmə sözü bizdə məsələn söz mənasındadırsa, həm də insan mənasındadır. Pak ağac kimidir. O pak ağac hər zaman Rəbbinin izni ilə öz meyvəsini verər. Mənə görə İlqar abi bu ayənin bir nümunəsidir. Niyə görə? Hər dəfə mən onun dəsti xəttində, onun yazılarında yeni bir şey kəşf edirəm, yeni bir şeyləri görürəm. Hər dəfə yeni bir meyvə, hər dəfə yeni bir məhsul, yeni bir məsələlər qoyur ortalığa və bu öz gözəlliyi ilə tanınır. Qaçaqaç sürət zamanında hər şeyin sürətə hesablandığı dövrdə insanı öz bədəninin temperamentinə, öz ruhunun aramlığına gətirən bir neçə üsul var. Bunlardan biri kitab oxumaq. Sən kitab oxuyanda nə qədər sürətlə oxumağa çalışsan, kitabın o mahiyyətindən, həm ləzzətindən məhrum olacaqsan. Gərək ki, kitabla ruhun həmahəng olsun. Bu dünyada insana bəzək verən, onu gözəl göstərən bir çox mənəvi aksesuarlar var. Məsələn, vəfa, sədaqət, iman, fədakarlıq və s. Hər dəfə dostların, əzizlərin doğum günü gələndə mən bu haqda çox düşünürəm. Mənim üçün bugün xüsusi gündür. Bugün İlqar Kamilin doğum günüdür. İlqar
öz rəngi, öz dəstxətti olan bir adamdır. Yaradıcı insandır. Mən onun həm yaradıcı tərəfini, həm insani tərəfini çox yaxşı anlayıram, çox yaxşı başa düşürəm. Çünki mən İlqarı yaxşı bilirəm, yaxşı tanıyıram. Ona görə mənim üçün danışmaq hər dəfə onun doğum günündə qəribə bir hissdir, qəribə bir sevincdir. Mən həmişə dostlarla söhbətdə də qeyd eləmişəm ki, biz bu dünyadan köçəndən sonra, əbədiyyətdə olanda da biz bu dünya üçün darıxacağıq. Çünki biz dostları, xüsusi insanları, Tanrını, ailəni, dünyanı, həyatı biz burada tanımışıq, burada sevmişik. Ona görə də dostların, İlqar kimi dostların yeri xüsusidir. İnsan dünyaya gələndə artıq bir status qazanır, artıq bir övlad olur. Həyatı boyunca yaşadıkça bu statuslar artır. Bəzən bacı olur, qardaş olur, dost olur, həyat yoldaşı olur, ata olur. Mən düşünürəm ki, çox az insan var ki, bütün bu statuslarında yaxşı olmağı qoruyub saxlaya bilsin, layiqincə bu statusları daşıya bilsin. Düşünürəm ki, yalnız həqiqətən, bunun altını çizərək deyirəm, həqiqətən yaxşı insanlar məhz bütün bu statuslarını çox layiqincə yerinə yetirə bilirlər. Və mən belə düşünürəm ki, İlqar bəy məhz o insanlardandır. İlqar müəllimin bir fikri ilə başlamaq istəyirəm. Güclü görünməyə məcbur olmadığımız yerlərdə, kəslərdə də xoşbəxtlik deyirdi İlqar Kamil. Və də əlavə edirdi ki, Allah və Allah dostlarının yanında. Mənə elə gəlir ki, bu Allah dostlarından biri də İlqar Kamildir və həmin bu məkanlardan biri də Qapı Psixologiya Mərkəzidir. Mən hər dəfə burada seminarlarda olanda, mühazirələrdə iştirak edəndə həmin o xoşbəxtliyi hiss edirəm. İlqar Kamillə mənim tanışlığım 7-8 il olar bəlkə də başlayıbdır. İlk dəfə təbii ki, sosial şəbəkə üzərindən, yəni yazılarını izləmişəm. Şükür olsun ki, ondan faydalanırıq. İlqar Kamil barəsində danışmaq mənə xüsusi şərəf verir və mən həm çox sevinirəm ki, mən bu insanı tanımışam həyatda. İnsanlar bir-birinə deyirlər, belə bir söz var, əbəs yerə rast gəlmirlər. Yəqin ki də bunun bir hikməti var, Allah rastlaşdırıb. Təbii ki, mən çox məmnunam. Bugün onun barəsində söz demək barəsində də mən çox xoşbəxtəm. İlqar Kamillə mən necə tanış olmuşam? Facebook üzərində mən onu tanımışam. Və onun esselerini, kiçik hekayələrini, statuslarını oxuyurdum. Çox dərin mənaları var idi, məni xüsusi cəlb eləyirdi. Daha sonra söhbət formatında videolar paylaşırdı, daha sonra canlılar açırdı. Təbiətən mən onu tanıdıqdan sonra gördüm çox gözəl insandır, amma onun aramla, sakit danışmağı ona mən səbirlə qulaq asa bilmirdi. İstəyirdim bu adamı tanıyım, ona deyim ki, biraz cəhd danışın. Baxmayaraq buna mən davam eləyirdim videolarına baxmağa, kitablarını oxumağa, əsərlərini. Onun özünə məxsusluğu, onun xüsusi üslub tərzi var. Hətta müəllifsiz belə hansısa bir yazını oxusaq, İnanıram ki, hər bir oxucu bilər ki, bu İlqar Kamilin əsəridir. Deməli, mövzumuz aydındır. İlqar Kamilin, İlqar müəllimin, İlqar qardaşımızın doğum günüdür, ad günüdür. Mövzu aydındır. Mövzuya yanaşmalarım da var, variantlar, yəni demək istəyirəm var. Həm İlqar müəllimin özü o qədər koloritli adamdır ki, o söz-söhbətə axtarmaq lazım deyil. Hər şey elə üzdədir. Özü də bu hazırlaşmışıq. Bir-iki gündür mən bu mövzunu bilirəm ki, İlqar müəllim haqqında danışacağam. O mənim üçün daha çətin olur. Mən lapdan olan işləri xoşlayıram. Onda məndə daha gözəl alınır. Hazırlıqlı olanda mövzular dedim də o qədər rəngarəngdir ki, qatıb qarışdırılır adam. İşin gedişatında elə birini seçim, yadıma belə bir şey düşdü ki, neyinsə haqqında danışanda, kiminsə haqqında danışanda adam var da, adamdan adama da fərq var. Öz çıxışına elə rənglər qatır ki, mövzu qalır. Ortada olan, məsələn elə bir ki, Füzulidən danışırıq. Kimsə elə danışır ki, Füzuliyyatdan çıxdı, özü girir, adam özü girir. İndi mən biraz çəkinə-çəkinə danışım ki, dırnaq içində İlqar müəllimi önə çıxartmaq istəyirəm o barədə. İlqar müəllim bu mövzuda tək deyil. Ümumiyyətlə, kiminsə xoş günündə
istər ad günü olsun, başqa bir xoş günlər olsun, dostlarla bir yerdədir. Mən də İlqar müəllimi dostları ilə bir yerdə təbrik eləmək istəyirəm. Bir neçə dostlardır, məsələn 3-ü 1, 5-i 1, onların da arasında bir ikisi belə tanış çıxır, Eyler dairəsi kimi. Qarşılarına məqsəd qoyublar, böyük işlər görürlər, gəncləri arxalarınca aparırlar, öz söhbətləri ilə, öz davranışları ilə. Söhbəti bayaq dediyim məsələyə qayıdım ki, çox da uzadıb. Mənim üçün heç bir problem yoxdur danışmaq, bələd olanlar bilirlər. Bir haşiyədə çıxım, məktəb illərində Allah rəhmət eləsin bütün müəllimləri, Aşur müəllimim vardı. 4-cü sinifdən 8-ci sinifə qədər dil və ədəbiyyat müəllimi idi. Sinif rəhbərimiz idi. Bir inşa, imla, sərbəst mövzu, nəsə belə yazdıranda bilirdi ki, mənimki sərbəst mövzudur. Bir görürəm ki, durur, o partaların arasında gezir, bir ruskaları çıxardır, baxır sterjinlərinə. Kimin sterjini azdır, onu getirir, verirdi mənə. Deyir ki, Etibar, sən başladın, sən qurtara bilmirsən. Deməli, bu yaxınlarda Abdulla da danışmışam, bir yuxu gördüm. Yuxuda gördüm ki, nəsə belə dəniz irəli gəlir, belə bir təbii fəlakət kimi bir hadisə. Mən də fikirləşirəm ki, ən qiymətli nəyim varsa özümlə onu götürməliyəm. Birinci ağlıma Quran-ı Kərim gəldi və tapmadım kitabı. Tapmayanda dedim İlqarın kitabını götürəcəm. Yəni bu əslində yuxu gerçəkdə də var. Yəni gerçəkdə də belədir ki, mən hər dəfə harasa yola çıxanda hamı bilir ki, İlqarın kitablarını götürürəm. İlqarın kitablarını oxumağı və hədiyyə verməyi çox sevirəm. Çünki İlqarın kitabında, balaca, həcmcə çox kiçik kitablarında çox böyük elm var, Quran ayələri var. Və hər dəfə deyirəm ki, adətən uşaqların doğulduğu gün valideynlər üçün, analar üçün bayramdır. Mən həmişə anaları təbrik eləyirəm. İlqarı dünyaya gətirən anaya Allah rəhmət eləsin, ruhu şad olsun. İlqarla bizim dostluğumuz elə bir doğmalıq həddinə çatıb ki, İlqar mənə mama deyir. Mən də ona, onun rəhmətli anasının dediyi kimi həmişə deyirəm, İli, salam, İli, necəsən? İli, Allah səni qorusun. Və mən fikirləşirəm ki, təkcə məndə deyil bu his. Çünki İlqara bir çoxları bəlkə də qardaşı kimi baxır, əmisi kimi baxan var, bəlkə indi mənəvi atası kimi baxan var. Amma mən İlqara bir maması kimi həmişə dualar eləyirəm. Deyirəm, ay Allah, səni, sənin izninlə gözəl bir şəkildə insanlara tanıdan hər kəsi qoru, bizim ilini də onların içində. Amin. Amin. Bir də var müəyyən üsullar, bir də var müəyyən şəxsiyyətlər. Müəyyən şəxsiyyətlər ki, onlar səni öz sürətinə qaytarır. Yəni sən hansısa bir qaça-qaçın içində, hansısa təlaşlı bir günündə, stresslə mübarizə şəraitində yaşayırsan və sən stressin qarşı tərəfə də keçir. Amma müəyyən insanlar var ki, onlarla ünsiyyət səni aramlaşdırır. Səni sanki deyir ki, tələsmə, dayan. Yəni sən nə qədər qaçmağa çalışsan, öz qəlbindən çıxaraq davranmağa çalışsan da, qarşındakının o ruhani rahatlığı, o balansı səni də balanslaşdırır, sakitləşdirir və burada ən incə məqam ondan ibarətdir ki, bunu diktat bir sezgi ilə eləmir. Bunu xoş bir halla, hüsn-i zənnlə səni sakitləşdirər eləyir. Məhz İlqar Kamil elə şəxsiyyətlərdəndir ki, onunla söhbət eləyəndə, ünsiyyətdə olanda o çox sevdiyim yazıçının romanını oxuyarsan, hərflərin arasında biraz da rahat gəzişərsən, biraz da diqqət edərsən, hətta karandaşla cümlələrin altından xətt çəkərsən ki, biraz da o romandan, ünsiyyətdən feyz alasan, zövq alasan və yaxud da bir filmə baxanda saxlayasan, yenidən qayıdasan o filmin hansısa bir detalına, aktyorun oyununa, ssenariyə, dialoqa fikir verəsən. Çünki orada sən aramlaşırsan, durulursan və özünün sürətinə qayıdırsan. Sanki o bəşəriyyət necə öz oxu ətrafında dövr edir yer kürəsi. Sən də həmin ahəngdə davam edirsən. Sonra həyat elə gətirdi ki, bu qismət belə alındı ki, İlqar Kamil Qapı Psixologiya Mərkəzi belə bir mərkəz yaratdı. Talih elə gətirdi ki, mənim iş yerimə çox yaxın oldu.
Bu da ayrıca bir xoşbəxtlik oldu mənim üçün. Onun kitablarının, öz kitablarının müzakirələrində, özünün xüsusi mühazirələrində mən vaxt tapdıqca iştirak edirdim. Hətta bilirdim ki, hər bazar günü belə görüşləri olur onun. Çoxlu qonaqları da olurdu, özünün xüsusi auditoriyası var. Və ürəyim döyünürdü ki, gedim mən həmin mühazirələrdə iştirak edeyim. Çünki İlqar Kamil sanki bu zamanın adamı deyil, o qədər gözəl insan, gözəl xüsusiyyəti, gözəl keyfiyyətləri olan insandır ki, öz əsərlərində də onun ilahiyyatçı olması, onun psixoloq olması bu üç vəhdət yaradıcılığında öz təzahürünü tapır. Və həm də o tək-tək nadir insanlardandır ki, İlqar Kamil o asta addımlarla gedir, baxmayaraq ki, indi informasiya bolluğu var, hər kəs tez populyarlaşa bilir. İlqar Kamil isə bu populyarlığa doğru inanıram ki, onun belə bir niyyəti, məqsədi yoxdur. Sadəcə o qəti addımlarla gedir və hətta onun oxucusu da, onun izləyiciləri də elə onun bu xüsusiyyətinə görə sevirlər. İlqar Kamil mənəviyyat adamıdır. Onun yazıları, onun söhbətləri İnsan onun yazılarını oxuduqca, söhbətlərini dinlədikcə mənlə zənginləşir. İlqar Kamilin yazılarını oxuyanda, kitablarını oxuyanda burada belə şeylərə rast gəlirdim ki, mən bu ilahi mistik qüvvələr, yəni bir sözün mistikası, hər hansı deyilən bir sözün sonra insanın qarşısına çıxmağı, bu kimi hallara rast gəlirdim mən onun kitablarında. Sanki İlqar Kamillə biz bir-birimizi tanımasaq belə, tanımayan vaxtlarda sanki biz eyni düşünürdük, sanki ruhlarımız yaxın idi. Elə olurdu ki, mənim həyatımda mən düşünürdüm, yol gedə-gedə fikirləşirdim bir mövzunu. Sonra Facebooku açanda elə mənim qabağıma İlqar Kamilin videosu, özünün söhbəti çıxırdı həmin mövzu barəsində. Mən yenə də bu hikmətə çaşıb qalırdım ki, bu necə olur ki, mən yol gedə-gedə düşündüyüm bir mövzunu İlqar Kamil danışır. Sanki hansısa bir sehirli qüvvə xəbər verib ona. Bəzən düşünürəm, həyat çətindir, insanlar çətindir. Ümumiyyətlə, bu qarma-qarışıq dünyanın içində, bəzən bu sərt dünyanın içində məni təəccübləndirir ki, İlqar bəy necə bu qədər yaxşı və bu qədər saf qala bilir. Necə olur ki, zaman onu dəyişmir. Əksinə, daha da yaxşılaşdırır, daha da gözəlləşdirir. Bəlkə də cavab çox sadədir. Çünki İlqar bəy təkcə yaxşı insan deyil, həm də yaxşı qalmağı bacaran insandır. İlqar bəy insanların narahatlıqlarına yol göstərən, həyatlarına toxunuşlar eləyən, hansısa bir qaranlıq qalan suallarına cavab tapmasında kömək eləyən bir insandır. Elə buna görə də mən ona işıq adam deyirəm. Çünki o bizi içimizdən görə bilir. Onun təlimlərini dinləyərkən, İlqar bəyin kitablarını oxuyarkən insan sanki öz daxili aləminə işıq salır və aydınlanır. Bəzi insanlar var da görürsən, bu zaten bu dünyanın bu surətlə inkişaf eləyən və yaxud da surətlənən dünyada, hər şeyin dəyəri itən dünyada bəzən ətrafımızda elə adamlar olur ki, heç danışmadan belə bir mühitdə varlıqları ilə o mühitin ab-havasını dəyişirlər. O mühitin belə deyək də aydınlandırırlar. Mənə görə İlqar belə fərdlərdən biridir. İşıqlı adam o adamdır ki, maksimum dərəcədə səmimidir. Mənim bir insanda dəyər verdiyim keyfiyyətlərdən biri səmimiyyətdir. Dəfələrlə və ikinci də dinləmə qabiliyyətidir. İlqarla biz tədbirlərdə, məclislərdə olanda olub ki, saatlarla adam ancaq qulaq asır. Bu bir şəxsin çox müsbət keyfiyyətidir ki, qarşı tərəfi dinləməyi bacarır. İlqar o adamdır ki, çətinliklərə fokuslanmır, həll yolları axtarır. Onun bir yazısı var idi, o çox xoşuma gəlmişdi o yazı. İnsanlar danışdıqlarını çoxaldırlar. Hansı mövzulardan ki danışırlar, o mövzular çoxalır. Bax, işıqlı adam o adamdır ki, problemlərə köklənib, ancaq problemləri qabartmır. Onların həllinə çalışır. Və İlqarın bir qəşəng sözü həmişə yadımdadır və düşdüyüm situasiyalarda o sözü mən təkrarlayıram ki, problem var, aydındır. Bəs yaxşı, indi burada nə etməli? Baxmayaraq ki, bu doktor şəriətinin sözüdür, amma İlqarın dilində daha fərqli səslənir. Ona görə düşünürəm ki, İlqar bəy kimi işıqlı adamlara cəmiyyətin ehtiyacı var ki, özlərindən xərcləyərək ətraflarını aydınlatsınlar, o zülməti nura qərq etsinlər. Və mən həqiqətən sevinirəm ki,
İlqar bəyi tanımışam. İlqar bəylə bir dövrdə yaşayıram. Onunla müzakirələr eləyə bilirəm, fikir mübadiləsi eləyə bilirəm. Onunla görüşdə olanda həyəcanlanmamaq mümkün deyil. Nə barədə? Bu həyəcan hansısa qorxunun və yaxud da nəyinsə həyəcanı deyil. Bu həyəcan bu gün yenə yeni nəsə öyrənəcəm düşüncəsinin verdiyi həyəcandır ki, İlqar səni təəccübləndirməyi, həyəcanlandırmağı bacarır. İlqar Kamil təkrar edirəm, o şəxslərdəndir ki, onunla ünsiyyətdə, onunla kontaktda, rabitədə olanda sən əslində hər şeyin axıb getdiyini, günəş çıxır, axşam qürub eləyir, insanlar oyanır, yemək yeyir, işlərin ardınca gedir, yatır. Bu həmahəngliyi, bu rahatlığı hiss eləyirsən, bunu sənə ötürür. Və bu cür insanların əslində bizim aramızda olmağı nemət kimidir. Çünki bizə bizim öz sürətimizi xatırladır. Bizə öz sürətimizi xatırladan insanlar, bizə öz həddimizi bildirən yaxşı mənada şəxslərdir. Mən İlqar Kamilin həm ədəbiyyatçı kimi, həm esseyist kimi, həm psixoloq kimi çox ünsiyyətdə olmuşam və çox mütaliə eləmişəm və nə yaxşı ki, o bizim dostumuzdur, nə yaxşı ki, o bizim böyük qardaşımızdır. Mən ona uzun ömür, şan, sağlıq diləyirəm, ad gününü təbrik eləyirəm. Daim fəaliyyətdə olsun, onun o yaradıcı şövqü, onun o həyat enerjisi, amma o aram enerji bizlərə də yoluxsun, bizi də aramlaşdırsın. Təbrik edirəm. Həyatın ən böyük sərvətlərindən biri insanın arxada qoyduğu izdir. Bəzi insanlar var ki, onun belə deyim, sözləri qulaqlarda yox, qəlblərdə yaşayır. Yəni təkcə onu eşitdim, informasiya olaraq deyil. Onun sözləri insanın qəlbinə həkk olur, qəlbində yaşayır. İnsanı daha doğrusu həqiqətə daha da yaxınlaşdırır. Biz kimdənsə nələrsə öyrənirik, həyatın hansısa bir dönəmində bir bilgi olaraq nəsə öyrənirik, nəsə əldə edirik. İlqar Kamillə tanışdığım, ilk öncə bundan başlayım, 2016-17-ci ilə təsadüf eləyir. Həmin zamanda mən Facebookda İlqar müəllimin yazılarını oxuyurdum. Özdə elə bir situasiya düşürdü ki, mən işə gedirdim, işdən qaydanda, metroda açırdım, hansısa bir mövzu ətrafında düşünürdüm. Həmin mövzu əsasında bir də gördüm ki, həmin yazı qarşıma çıxıb. Yəni bu başqa bir bağ, belə bir əlaqələr, belə deyim də, İlqar müəllimə daha da yaxınlaşdırdı məni. Sonra onun Zoom platformasından yayımları olurdu, yayımlara qatılırdım. Başqa bir hallar keçirdi. Danışa-danışa, yəni o hadisələri sanki yaşayıram. Hətta bir dəfə olmuşdu, axşam vaxtı idi, işdən də mən gec çıxmışdım. Həmin saatda da yayım var idi. Yolda qoşuldum, sonra parkda əyləşib, yəni o şeyi dinlədim. O qədər zövq alırdım ki, həmin parka gedəndə indi də o xatirəni yadıma salıram, yadıma düşür, başqa bir yəni zövq alıram. İlqar müəllimlə belə deyim, ünsiyyətdən insan doymur həqiqətən. İnsan onu kəşf elədikcə, bəzi insanlar var ki, o darıxdırıcı ola bilir, onunla ünsiyyət insanı yora bilir. Amma İlqar müəllimlə ünsiyyətdir, İlqar müəllimlə bilgi əldə eləməkdir, insanı həqiqətən yormur. İlqar müəllim bizim üçün çox böyük bir nemətdir həqiqətən. Onun ən çox sevdiyim tərəflərindən biri də odur ki, məsələlərə obyektiv yanaşmağıdır. Hər hansı bir situasiya düşsə, hər hansı bir məsələ ortaya çıxdıqda biz daim bilgilər əldə edirik də. Məsələn, o bilgiləri biri var, subyektiv yanaşmaq. İnsan öz belə deyim də beyni qədəri ilə yanaşsın. Biri də var ki, bunu mən ifadə edə bilmirəm də, tam adını nəsə deyə bilmirəm, amma baxırsan ki, başqa bir şeydir də, bu başqa bir leveldir. İlqar müəllimdə məsələn o şeyi mən hiss eləmişəm ki, insan ya problem, ya sevinc, fərqi yoxdur da, nə olsa ona sanki olduğu kimi yanaşa bilir. Bu başqa bir özəllikdir. Bu mənə çox cəlb edir, çox xoşuma gəlir. İlqar müəllim, sizi ürəkdən təbrik edirəm. Biraz həyəcandan danışıram, çünki daha çox mən çəkiliş işinlə məşğul olmuşam, nəinki danışmaq.
Sizi həqiqətən çox ürəkdən təbrik edirəm. Yolunuz həmişə açıq olsun, işıqlı olsun. Görmək istədiyiniz hansı ki yazılar var, işlər var, məqsədlər var. O yol həmişə sizə açıq olsun, gözəl işlər görəsiniz. Sizi çox istəyirəm. Nə yaxşı ki varsınız. Ad gününüz mübarək. Bu gün mən həm dost insan, həm də gözəl psixoloq, yazıcı İlqar Kamili doğum günü münasibətindən təbrik eləmək istəyirəm. İlqar bəy, sizi ürəkdən təbrik edirəm. Sizə sağlıqlı, uzun, mənalı ömür arzulayıram. Əslində həyatınız kifayət qədər mənalıdır. Bütün insanlara yetişirsiniz. Gənclərə də, yaşlılara da, sözə, sevgiyə, ünsiyyətə ehtiyacı olanların heç birindən öz ünsiyyətinizi əsirgəmirsiniz. Bu qədər səxavətlə, bu qədər məhəbbətlə özünüzün ən zəngin resursunuzu, vaxtınızı və emosiyalarınızı xərcləyirsiniz. Və mən inanıram ki, bu sizin ən böyük missiyanızdır həyatda və siz bu missiyanın öhdəsindən gözəl gəlirsiniz. Nə yaxşı ki, siz varsınız. Sizi özümə dost hesab eləyirəm. Belə də qalın. Arzu eləyirəm ki, gələcəkdə siz böyük bir auditoriya qarşısında öz uğur hekayənizi danışanda bizim gənclərimizə sevməyi öyrədə biləsiniz. Çünki bu həyatda ən böyük sənətdir. Hər şeyi öyrənmək olar. Elə sevməyi də öyrənmək olar. Əgər yaxşı müəllimin olsa, bunu öyrədə bilən insan olsa, mən sizdə bu potensialı görürəm və inanıram ki, siz bu işlə əslində məşğulsunuz və nə zamansa həyatımızda sevgi çoxalacaq, nifrət azalacaq və bunda sizin çox böyük xidmətiniz olacaq. Təbrik edirəm bir daha. Belə mistik şeylər mən çox yaşamışam bununla əlaqəli. Hətta bir gün mənim bacım mənə dedi ki, demədi, daha doğrusu səs göndərdi ki, belə bir insan var. Mən onu tapmışam. Qızım mənə göndərib. Biz ana-bala qulaq asırıq. O qədər biz rahatlıq tapırıq, aramlıq tapırıq, sakitlik tapırıq ki, bu insanın söhbətlərindən. Mən dedim ki, bacıma, heç sənin xəbərin var, mən bunun özü ilə şəxsən tanışam, mən bu insanın özü ilə söhbətlər eləyirəm, onun öz mərkəzində iştirak eləyirəm, onun tədbirlərində. Bunun özü belə mənə çox qəribə göründü ki, bu necə olur, yəni bu necə əlaqəli bir şeydir, necə nizamlı bir şeydir təbiətdə. Bayaq adını vurğuladığım Qapı Psixologiya Mərkəzi, mən onun bir üzvüyəm. Sanki ora mənim doğma bir yerimdir. O yerin sahibi İlqar Kamil. O yerin sahibi İlqar Kamil gözəl insan. Mən sizi səmimi qəlbdən təbrik edirəm ki, sizin doğum gününüzdür. Yaxşı ki, sizi ananız dünyaya gətirib, yaxşı ki, siz bu dünyaya gəlmisiniz. Sizi təbrik edirəm ad günü münasibəti ilə və yaradıcılığınızda səmərəli olmağı, faydalı olmağı ki, beləsiz, uğurlar arzulayıram sizə. Kitablarınız, oxucularınız çox olsun inşallah. Siz həm fiziki, həm də zehni heç vaxt yorulmayasınız. Doğum gününüz mübarək. Təbrik edirəm İlqar müəllimi, İlqar Kamili, İlqar qardaşımızı təbrik edirəm. Onu və ətrafını, onu əzizlərini, doğmalarını canı dildən təbrik edirəm, bağrıma basıram. Allah belə oğlanları bizə çox görməsin. Bir daha təbrik edirəm, sağ olun. Mən əziz qardaşımı səmimi qəlbdən təbrik edirəm. Nə yaxşı ki varsan, nə yaxşı ki bizimsən, nə yaxşı ki bizimləsən. Həmişə ziyon, işığın daha da artsın və ətrafı nurani etsin. Mən abiyə 45 yaşında can sağlığı arzulayıram. Mən ona uzun ömür arzulayıram. Ona su kimi şəffaf, su kimi gözəl bir ömür arzulayıram ki, yazsın, yaratsın və biz də faydalanaq. Biz də o meyvələrdən istifadə edək, dəyərləndirək. Mən elə başa düşürəm ki, bizim verdiyimiz dəyər Allahın verdiyi dəyərin yanında çox cüzidir. İnşallah ki, abimə ən yaxın dəyəri Allah verəcək. Allah onu müvəffəq eləsin, Allah onu bizlərə çox görməsin inşallah. Biz bu günlər üçün, bu dünya üçün darıxacağıq, əmin olun. Çünki bizim İlqarla o qədər xoş anlarımız, o qədər xoş günlərimiz olub ki, darıxmamaq mümkün deyil. Hətta indidən bunu düşünəndə adam qəribə bir his bürüyür. İlqar Kamil
koloritli adamdır. İlqar xüsusi maraqlı obrazdır mənə görə. İlqarı mən çox istəyirəm ilk növbədə. İlqar mənim dəyərli qardaşımdır. İctimaiyyət üçün yəni çox böyük işlər görmüş bir adamdır. Mən onu təbrik edirəm. Doğum günü mübarək olsun. Ona ən gözəl şeyləri arzulayıram. Çünki hətta arzulayanda belə çətinə düşünürəm. Hərdən düşünürəm ki, onun bilmədiyi nəyi xatırladım ona. Ona görə də İlqar çox dəyərlidir mənə görə. Təbrik edirəm. İlqar bəy, sizi ürəkdən təbrik edirəm. Allah sizə uzun, sağlıqlı, bərəkətli bir ömür nəsib etsin. Arzu edirəm ki, qəlbinizdə daşıdığınız bütün niyyətlər bir-bir gerçəyə çevrilsin. Hər addımınız sizi məqsədlərinizə daha da yaxınlaşdırsın. Dualarınızın qəbul olduğu, yolunuzun daim açıq, qəlbinizin isə hər zaman nurla dolu olduğu bir ömür yaşayasınız. Siz necə ki insanların həyatlarına işıq saçır, qəlblərinə toxunursunuz. Allah da sizin yolunuzu daim işıqlı etsin. Doğum gününüz mübarək. Təbrik edirəm bir daha. Ad gününüz mübarək. Allah ömrünüzə, elminizə bərəkət versin. Mən nə demək istəyirdim? Bugün burada Əyyub Yaqubovun musiqili tamaşasıdır. Onun ssenarisini Lalə yazıb, quruluşunu mən verirəm. Yəni birazdan o tamaşa başlayacaq. Biz uzun müddət fikirləşdik ki, bu məğzi mənası alt qatı, səbəbi, əsas paradigması nədir? Axtardım, gəlib çıxdım ki, bu tamaşanın paradigması axtarışdır. Axtarış axırda bütün tamaşanın mənasının üzə çıxması üçün bir özüm axtarırdım ki, hansı mətn, hansı kimdən nəyi götürə bilərik və gəldik çıxdıq İlqar qardaşımızın yazdığı Axtaran Tapar essesinə və oradan götürdüm o məğzi hansını ki bütün 3 saatlıq tamaşanın, konsertin mənasını ora gələn insanların bəzisi anlayaraq, bəzisi anlamayaraq onların qəlblərinə hofdurmaq üçün İlqar Kamilin o hissəsindən istifadə elədiyi ki, axtaran tapar. Əslində İlqardan istifadə elədiyimiz bu yeganə fraqment deyil. İlqar həmişə bizim axtarıb bütün əsərlərimizdə axtarıb tapa bilərsiniz İlqarın mətnlərini. Burada da belədir ki, axtaran bəzən axtardığından daha dərin mənalara axtarıb tapa bilər. Və mən demək istəyirəm ki, bax bugün, dünən, sıra gün Eyyub o mətni sonda deyir və deyir ki, mənim bir yazıcı dostum var. O çox gözəl bir fikir işlədi, fikir yazıb, deyib ki, axtaran tapar, amma hökmən deyil ki, axtardığı tapasan. Axtaran çox şey tapar və o axtaran çox şey tapar. Əbdülün dediyi kimi bizim bugünkü tamaşanın uğurunun təminatçısıdır, uğurunun imzasıdır. İlqarın varlığı, İlqarın sözü yenə də bizimlədir. Yəni, mahnı oxuyaq. Sağ. Bir dəqiqə, o söz var, deyir, ağıl yaşda deyir, başdadır. Bir tərəfdən doğrudur, doğrudan da başdadır. Amma yaş bir tərəfdən təcrübədir. Avtomatik olaraq öz bildirir də, nəticəsini göstərir. Bəzən elə cavanlar olur ki, sən onunla, çünki ruhən yaş fərqi yoxdur. Ruhən sən bilirsən ki, sən həmin frekansdadır insan yoxsa yox. Elə adam var, 80 yaşı var, eyni frekansda onunla ünsiyyət qura bilmirsən. İlqar elə qardaşlardandır ki, onunla həm yaş kimi, ruhən həm yaş kimi, həm eyni cür danışa bilərsən, həm eyni cür susa bilərsən. Hər adamla susmaq olur. Bilirsən ki, bunu Süleyman Instagram üçün çəkir bu təbriki və o çox qısa olmalıdır. Ona görə deyir, biz əvvəldən başlayaq. Başlayaq. 1, 2, 3. Ad günün mübarək, ad günün mübarək, ad günün mübarək, ad günün mübarək.